Hər vaxtınız xeyir əziz dinləyicilər. Bu andan etibarən Dalğa FM-də yeni layihəyə start veririk. Bu isə Kitab Klubudur. Hər birinizi Dalğanın Kitab Klubuna qatılmağa dəvət edirik və qeyd edək ki, hər həftənin cümə günü saat 15-dən 16-ya qədər biz sizinlə kitablardan danışacağıq. Kitabın cəmiyyətə faydasından, yazıçılarımızdan, yazarlarımızdan, naşirlərdən, bir sözlə kitab camiyyəsindən danışacaq. Odur ki, əziz dinləyicilərimiz, siz də mütəmadi olaraq bizə oxuduğunuz kitablardan, görmək istədiyiniz qonaqlardan bu bir saat ərzində fikirlərinizi bizə yaza bilərsiniz. Əslində planlarımız, yeniliklərimiz çoxdur, amma ilk efirimizdə hələ ki zamanla alışdıraraq demək olar ki, bu nüansları, bu xəbərləri sizə verəcəyik. Amma indi xatırladaq ki, studiyada efirdə tək olmayacaq. Mənimlə birgə Coşqun Kərimov olacaq, natiqlik üzrə təlimçi, yazıcı. Coşqun bəy, xoş gəlmisiniz. Çox sağ olun İrfan bəy, dəvətiniz üçün. Xoş oldu sizin bu buraxılışda iştirak eləmək qonaq qismində. Və nəzərə alaq ki, ilk efirimizdir və ilk efirimizdə istədik ki, sizinlə həmsöhbət olaq. Ayrı bir özellik. Əslində bu da bəs yerə deyil. Çünki niyə ilk efirdə Coşqun Kərimovla söhbət etmək istədik? Çünki bir çox nüanslar var, bir çox detallar var. Bu detallardan biri də kitab yazmaqdır. İndiki dövrə nəzər salanda hamımız kitab oxuyuruq, yəni kitab oxuya bilirik, bu savada malikik. Kitabı qavramaq, kitabı tətbiq etmək məsələnin ikinci bir hissəsidir. Bəs oxuduğumuz kitabların təsirindən faydalanaraq, həmin o təsirindən zamanla nitqimiz necə formalaşır? Axı biz bir çox hallarda kitabı təkcə elm mənbəyi kimi deyil, eyni zamanda dünya görüşümüzü artırmaq məqsədi üçün oxuyuruq. Əgər bizim elmimiz varsa, dünya görüşümüz varsa, amma nitqimiz yerində deyilsə, o kitabın bizə faydası nə qədərdir? Belə bir sual yaranır və elə ona görə də istədik ki, ilk efirimizdə Coşqun Kərimovla söhbət edək. Coşqun bəy, gəlin əvvəlcə proseslərə tam əvvəldən başlayaq. Necə qərara gəldiniz ki, kitab yazmalısınız? Belə birinci insanın heç vaxt ağlına gəlməyən bir məsələdir. Mən də sadəcə özümü tanıyandan müxtəlif vaxtlarda öz fikirlərimi ifadə etmək üçün yazıya həmişə müraciət eləmişəm. Sadəcə uzun bir müddət xarici dildə olub ki, öz fikirlərimi məndən başqa kimsə oxuya bilməsin, əsasında evdəki çevrədə və ondan sonra artıq həm də bunun təhsilini də, yəni ingilis dil ədəbiyyatından mən ixtisas olaraq məzun olmuşam. Və oradakı müəllimlərlə ünsiyyət, orada başıma gələn müxtəlif hadisələr nəticədə mənə elə bir hiss yaşadıb ki, mən bunu eləmək istəyirəm, həm də eləyə bilərəm. Çünki resurslar var idi və sizin də dediyiniz kimi həmişə həyatımda kitabların ətrafında olmuşam. Yəni onları oxuya-oxuya insanın da beynində müəyyən bir fikirlər yaranır. İlk kitabınız Kvan adlanır. Bəli. Neçənci ildə ilk dəfə nəşr olundu? Bu proseslərdə mən agaham. Sadəcə olaraq istərdim ki, dinləyicilərimiz məhz sizin dilinizdən eşitsinlər və prosesi tam birinci mərhələdən, birinci pillələrdən sizdən eşitsinlər. Əslində yanvar ayında 10 illiyi olacaq. Yəni onun 10 illiyinə girmədən öncə belə deyim də, bizdə belə yanvar ayında əlyazma var idi. Sonra aprel ayında təqdimatı oldu. Və 16-cı ildə mən rəsmi şəkildə təqdim eləmişəm kitabı. Onunla da mənim üçün belə çox maraqlı bir səyahətin, yəni əvvəli qoyuldu. Kvan sözünün özünü bir sürə insanlara izah eləmək lazım olurdu və ondan sonra bu dəstxəti davam eləməli olduq, amma ümumi mesajı bu idi ki, həyatının işi ilə məşğul ol və həmin işi görəndə yaşadığın hiss həm sənə, həm də ki, çevrənə təsir eləsin. Və kitabın üz qabığında da bir neçə nüanslar var. Kvan adı hamının arzuladığı his, bu kitab sizə daha böyük hədəflər təyin etməyə, maneələri dəf etməyə, mümkün olmadığını düşündüyünüz nailiyyətləri əldə etməyə ruhlandıracaq belə bir hətta rəy də var kitabın üzündə. Brian Tracy, Maksimum Nailiyyət kitabının müəllifi, beynəlxalq təlimçi. Baxın, əslində kitab sahəsi, kitab sektoru kifayət qədər çətin sahədir, amma çətinliklə paralel gəlirli sahə deyil. Bunu etiraf etmək lazımdır. Və bir çox hallarda kitab nəşr edən naşirlər olsun, yazıçılar olsun, onlar kitabın adına xüsusi önəm kəsb edirlər, xüsusi həssaslıqla yanaşırlar. Kvan adı bizim cəmiyyətdə böyük bir şey demirdi. Ta ki bu kitab çıxana qədər. Riskli olmadımı ki, məhz Kvan adını qoyacağam bu kitaba? İnsanlar bunu necə qarşılayacaqlar? Çünki ad çox önəmlidir axı kitab üçün. Belə deyim də, siz elə bir yaxşı mövzular silsiləsini açdınız ki, gərək indi bir-bir ona cavablandırım. Ümumiyyətlə, yazmağı çox sevən insan bu işin kommersiyasını sonradan düşünür və yaxud heç düşünmür. Əksər yazıçının həyatına baxsanız, dünyada belə bir statistika var da, yəni 90% əhalisi yazıçıların həyatı boyu 200-dən çox nüsxəsini reallaşdıra bilmir. Yəni belə bir statistika var. Digər məsələ də kitabı, hekayəni, yazını insan ilk növbədə özü üçün yazırsa, özünün paylaşmaq istədiyi bir fikir varsa, sonradan ola bilər ki, bəli, auditoriya ilə yeni bir mərhələyə keçsin və onların da fikrini dinləməyə, qəbul eləməyə başlasın. Kvan sözünü mən özüm 96-cı ildəki Jerry Maguire filmindən eşitmişdim. Bir idmançı
əslində idman agenti olan, yəni indiki Tom Cruise hansı ki o canlandırıb həmin obrazı, Jerrydən xahiş edib ki, ona Kvanı bəxş eləsin. Hamı bu hissi niyə arzulayır? Dolğun həyat istəyirik də, bizim hər birimiz istəyirik ki, mənalı bir həyat yaşayaq, faydası olsun həm özümüzə, həm çevrəmizə. Bir çox insan axtarışdadır, qərarlarının düz olub olmadığını düşünür. Əslində biz buna zəngin həyat deyə bilərik, amma maddi zənginlikdən getmir də. Mənəvi, eyni zamanda ruhi dünyamızın zənginliyindən gedir. Və o axtarışda olan insanlara bir növ çalışdım ki, öz perspektivimi və öz başıma gələn hadisələri paylaşım. Və həmin sözün mahiyyəti əslində bütün kitabı izah eləyir. Mən çox sevdiyim bir şey odur ki, insan rəfdə görəndə o sözü bilmədiyini, özünü sorğulasın. Mən niyə bu sözü bilmirəm? Mənası nədir? Yəni artıq rəfdə kitabın üz qabığında o sözü görəndə belə nəyisə öyrənmiş olsun ya da öyrənmək istəsin. Dəstxət biraz odur. Kitabın arxa hissəsində də nə üçün Kvan sualı verilir və orada bir izah var. Kitabın adı qəribə olsa da sizə yaşatdığı hisslər doğma olacaq. Belə bir mesaj da var. Elə istərdim bu fikri sizdən bir balaca da genişləndirək. Təqribən fasiləyə qədər bir 2-3 dəqiqə vaxtımız da var. İlk əlyazmada mən daha çox 10 qərar kimi onu strukturlaşdırdım özümdə. Həyatıma təsir edən müəyyən qərarlar və onların sonrakı bir növ təsirindən sonra yaranmış ssenarilərini düşünürdüm və çox yaxın bir dostum var, Elnur Əliyev, və onunla birlikdə mən gəzəndə evinə ötürürdüm, az qalmışdı. Döndüm, dedim ki, Kvan qoyacam adına. O bəzi belə momentlər olur, sən başa düşürsən ki, artıq odur və ikimiz də həm film, həm kitab həvəskarıydıq, həmişə müzakirə eləyirdik. O da, mən də ikimiz də anladıq ki, ən optimal versiya budur. Axtardığımı tapdım. Bəli, həmin dəqiqə və ondan sonra da getdi. Doğmalıq da ona görədir ki, dediyim kimi, bir çox insan daxilən yaşadığı həmin o sıxıntıları, düşüncələri kiminsə sözündən, yazılarından eşidəndə sanki onların hisslərinin tərcüməçisi olursunuz və ona görə də onlar deyir ki, axır ki, məsələn, mənim düşündüyümü kimsə mənim heç gözləmədiyim şəkildə kağıza töküb və yaxud bu adam eləyibsə mən də eləyə bilərəm. Məsələn, ən sevdiyim gedişatlardan biri odur. Çünki Coşqun özü belə baxanda, yəni başqa bir ölkənin nümayəndəsi deyil, başqa bir coğrafiyalardan deyil. Hətta Brian Tracy'nin də rəyini mən ona görə almağa nail olmuşdum ki, bizdə insanlarda belə bir nümunə yaransın. Yəni onlar qlobal şeylər eləsinlər, amma lokalda da bunu eləyə bilsinlər. Yəni, region üçün də faydalı olsun, bölgə insanı üçün də faydalı olsun. Qonağımız isə Coşqun Kərimov da natiqlik üzrə təlimçi, yazıcı, Kvan və Danış Görək kitablarının müəllifi. Daha bir kitabınız da var. Əslində böyük auditoriya həmin o kitabınızla tanış deyil Coşqun bəy. İstədim o kitab barədə bizə danışasınız. Mən iki istiqamətdə gedirəm də. Birinci istiqamət daha kütləvi kitablardır, hansı ki Kvan və Danış Görəkdir. Digərləri biraz elə bir qapalı oxucu kütləsi üçündür və onlar sayılıdır. Yəni 306 onlardan biridir. Ubuntu var idi, Lamartine var idi və onları mən daha çox çalışıram eksperimentlərimi eləmək üçün çıxarım. O sizin dediyiniz o kommersiya məqamları ki var, onlar orada birinci dərəcəli rol oynamasın deyə və daha cəsur addımlar ata bilim deyə elə eləyirəm. Amma kütləvi kitabları hər zaman insanlar tapa bilirlər. Yəni onlar belə limitləndir, limitli saydadır, ədəd olur ya deyək ki 500 ədəd olur və kim alırsa ondan sonra bir də Azərbaycan dilinə çap edilməmək şərti ilə o, yəni onların özündə olur. Nəşriyyatlar necə qarşılayırlar bunu? Axı istərsəməz əgər bir kitab satılırsa, naşir istəyəcək ki, onun ardı gəlsin. Yox, indi yazıçının özünün belə deyim də nəşriyyata lazım olan hissəni verirəm. Onlar kütləvi kitab istəyir. Məsəl üçün Kvan var orada, yəni o hər il onsuz da həm burada, həm də ki xaricdə çap edilir. İndi uşaq ədəbiyyatı ilə də bağlı mənə bir dəfə belə xüsusi bir təzyiq var idi ki, nəsə yazmalısan. O da bu yaxınlarda yəqin ki olacaq, çünki proses gedirdi. Amma bir də insan özünün eləmək istədiyi şeylər var. Çünki nəticədə bu işin sehri pozulmamalıdır. Yəni mən yazanda məhz nəşriyyatın ya kiminsə tutaq ki istəkləri istiqamətində yazsam, onda özümün demək istədiyim və yaxud demək istədiyim şəkildəki məqamlar itir, kontekst itə bilər. Ona görə limitli kitabların yeri və dəyəri çox ayrıdır. Həm yazıcı üçün, həm də onları əldə edən insanlar üçün. Çünki onlar müəyyən bir klubdur, elə sizdəki kimi, kitab klubundakı kimidir və həmin oxucular sadəcə oxucu deyil, onlar mənimlə müəyyən bir istiqamət gedirlər. Həm redaktorluğumu eləməyə çalışırlar, həm müəyyən fikirlər verirlər və nəticədə birgə bir iş çıxır əslində. Digər kitabınız əlimdədir. Danış Görək adlanır bu kitab. Təsirli nitqin 10 qaydasını burada siz tövsiyə edirsiniz və orada da adınız Coşqun Kərimov, yəni təqdimatınız natiqlik üzrə coach gedir. Və burada diqqətimi çəkən bir detal var. Danış dinləsinlər, danış dəyişsinlər. Necə düşünürsünüz? Bizdə insanların çətinlik çəkdiyi o ünsiyyət qurmaq, danışmaq, natiqlik bacarığı, bunun vəziyyəti necədir? Yəni biz hazırda baxsaq çıxış edən insanlara, onların neçəsi həqiqi natiqdir, neçəsi sadəcə olaraq söz yığını ilə cəmiyyət qarşısında, auditoriya qarşısında çıxış edir?
Betul, mənim üçün belə deyim də, bu həyatımın ilk illərində Rekvanda da bunu paylaşmışam. Danışmaq heç də prioritet olmayıb. Mən düşünmüşəm ki, minimuma endirim bunu. Həm insan düşünür, səhvlər eləyə bilər, digər məsələlər. Bir də daha çox yazını sevirdim. Amma istər-istəməz sən gec-tez müəyyən hadisələri yaşayanda və yaxud sənə belə bir fürsət veriləndə onları istifadə eləməyə, dəyərləndirməli olursan. Cəbat, belə deyim, yarışlarında iştirak eləməyə başlamışam və o mənim üçün böyük bir döngə yaradıb bu məsələlərlə bağlı. Karl Popper debatından gedir söhbət Bəli, ki, 2002-2003-cü illərdə daha məşhurlaşdı, populyarlaşdı ölkəmizdə demək Mən olar. ki, ilk nəslin nümayəndəsiyəm. 2001 və 2004 arası Azərbaycan daxilində çoxlu turnirlər edirdilər məktəblilər üçün. Orada Sonra üçüncü universitetlərə spiker keçdi. kimi. Bəli. O böyük bir məktəb idi və həmin məktəb ümumiyyətlə nitqin çox vacib olan komponentlərini öyrədirdi. Vaxtı necə idarə etməlisən, argumentasiyanı necə etməlisən, onun elə bir ki, mətbəxində olub bişmək çox kömək elədi və sizin dediyiniz çox vacib bir məsələ var. Yunan məktəbində belə bir şey vardı natiqlər üçün. Gözəl danışır, ya da ki, düz deyir, eləmək lazımdır. Biz ikisinin arasında seçim eləyiriksə, adətən ikinci personaj daha təsirli olur və mənə adətən müraciət edən tələbələr, müştərilər ona görə müraciət eləmir ki, onlar xəbər aparıcısı kimi danışmaq istəyir. Onlar konkret bir məhsulu, xidməti, ideyanı daha təsirli şəkildə çatdırmağa çalışırlar. Ya da ki, onlara maneəçiliyi törədən bir səbəbləri var. O ki, yenə də uşaqlıqlarına dayanır, həmişə olduğu kimi. Və o səbəb onlara icazə vermir ki, istədikləri şəkildə danışa bilsinlər ya da effekti göstərə bilsinlər. Karyeramdan bir neçə nümunəni istəyirəm sizə qeyd edeyim. Xüsusilə də müxbir olduğum bir vaxtlarda şəhər sorğuları heç sevmədiyim bir nüansdır. Çünki sadə, primitiv bir sualı insanlara mikrofon uzadaraq verəndə onlar kamera qarşısında danışmaq istəmirlər. Hərçənd ki, kamera sönəndə, mikrofon uzanmayanda onlara qarşı çox rahat şəkildə fikirlərini ifadə edirlər. Amma bu kamera xofudur, mikrofon sehridir, nədirsə, insanlar mikrofon qarşısında artıq danışmağa çətinlik çəkirlər. Və bənzədirəm bunu auditoriya qarşısında çıxış etməyə. Adi şəkildə, belə hazırda biz bəlkə də mikrofonu alaq, kollektiv qarşısına çıxaq. İndi bizim kollektiv belədir ki, danışmağı sözlə işləyən kollektivdir. Digər bir kollektivləri üst tutaq. Adi danışıqda çox rahat şəkildə fikrini ifadə edir. Eyni zamanda problemini bildirir, müsbət məqamları qeyd eləyir. Hər hansı bir kitab haqqında ətraflı danışır. Deyirsən ki, gəl sənin bu danışdığını auditoriya qarşısına çıxaq, orada bildir. Çıxır, ya imtina edir, amma çıxanda da həyəcanlanır, fikrini bildirə bilmir. Mesajı hədəfə çatdıra bilmir. Və təəssüflər olsun ki, bizim cəmiyyətdə bu daha çox özün bir özə verir. Mən çox uzağa getmədən qardaş Türkiyəni müqayisə eləmək istəyirəm. Özümüz də görürük, çox kiçik yaşlardan uşaqlar rahat şəkildə fikirlərini ifadə edirlər, amma bizdə böyüklər belə fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Siz bu məsələnin müəyyən mənada bir mütəxəssisi olaraq, bu sahədə kitablar yazan şəxs olaraq bu məsələnin kökündə hansı səbəbləri görürsüz? Yenə də maşallah çox şahəli sualdır. Belə mən ona radiasiya vaxtı deyirəm. Yəni insan auditoriya qarşısında dayanması radiasiyaya bənzəyir və heç də onun üçün xoşa gələn bir təcrübə deyil ilk dəfələrdə. Amma o il ərzində əgər 100 dəfə bunu eləməsə, o ömür boyu həmin o stresi yaşayacaq böyük ehtimal. Yəni 10 ildə bir dəfə dayanıb danışmaq çox fərqlidir auditoriya qarşısında, amma il ərzində bunu 30-40 dəfə eləmək çox fərqli bir məsələdir. Bir də ki, K1, K2, K3 personajları var. Mən bu barədə kitabımda da qeyd eləmişəm. Bu maşındakı transmisiya kimidir. Yəni insan K1 olanda kim olmaq istəyirəm? Yəni necə deyim ki, bu əlaçı tələbənin verə biləcəyi bir cavab olsun. Bu kodlaşdırmanı siz özünüz aparmısınız. Yəni orada əlbəttə indi dünya psixologiyasında da insanların bu şəxsiyyət tipləri haqqında Jungun və başqa psixoloqların da işçiləri var, amma iş və nəzəriyyələri var. Birin dərdi odur. Mən necə deyim ki, xoşlarına gəlsin. 2, ümumiyyətlə məni necə görürlər? Məsəl üçün də indi siz həmişə aparıcılıq edirsiniz, deyək ki, danışırsınız və insanlar artıq sizi belə görüb, belə öyrəşib, belə danışmağı sizdən gözləyirlər. Siz başqa bir personaj kimi danışanda onlar şok yaşaya bilər. Və 3, ən sonuncusu o daxili real personaj, hansı ki şübhələri var, qorxusu var, çəkingənliyi var, real hekayə ondadır və bu bizdə məsəl üçün lokallıqda çox çətin bir prosesdir. Həmin o 3-cü personaja şans vermək və onu danışdırmaq. Ona görə yazının orada rolu böyük olur. Ona görə kitablar bizi həmin o 3-cü personajlarla tez görüşdürür və biz nə qədər onların təsiri altına qalsaq, özümüzün də həmin o 3-cü transmissiyadakı sürətimizi daha çox şans verə bilərik. O ki, qaldı Türkiyədəki kimi o millətlərin və mədəniyyətlərin məqamına, bəli, onlar uşaqlıqdan məğrurluğu, o fəxarət hissini, o Atatürkdən gələn belə eyham var. Onlar onu sanki özləri də həmin erada yaşayıb, o Osmanlının tutaq ki, istər-istəməz o
bir təlqindir və onu illərlə eləyəndə, yəni hər bir uşaq onun təsiri altına qalır. Amma bizdə mən özümün də lokallıqdan bilirəm də, bunu demə, bunu eləmə, sakit ol, fərqli bir şey deməyəcəksənsə danışma. Ailənin təsiri güclüdür deyirsiniz. Əlbəttə ki, məndə olub belə müştərilər var ki, onlar uşaqlıq boyu müddətində yadlarına düşmür ki, nə vaxtsa masa ətrafında ümumiyyətlə ata-anaları ilə danışıblar. Yəni oturublar ancaq yemək yeyiblər, deyək ki, böyüklər danışanda kiçik böyük nəsə deyibsə deyib, deməyibsə həmin gün səssiz bitib, yəni bu qədər. Və hazırda Coşqun bəyin 2 kitabı mənim yanımdadır. Kıvan və Danış Görək kitabları ilə tanışam. Danış Görək kitabını demək olar bitirirəm. Kıvan kitabı ilə necə deyirlər vərəqləmişəm, tanışam, amma mövzu barədə necə deyirlər agaham ki, nədən gedir, amma təbii ki, kitabın özünə daha yaxından tanış olmalıyam ki, mövzunun incəliklərinə, dərinliklərinə varım. Amma mən istərdim ki, Coşqun bəy, sizin kitablarınız, fəaliyyətiniz, bunlar öz yerində bir balaca kitab və cəmiyyət anlayışlarına varaq. Bu gün nə müşahidə edirsiniz? Bizim cəmiyyətimizdə kitabın rolu və eyni zamanda tutmalı olduğu, amma reallıqda tutduğu pozisiya, mövqe. Mən əslində yazmağa başlamazdan öncə, belə rəsmi şəkildə yazmağa başlamazdan öncə bir qərar verməliydim ki, kimlər üçün yazıram. Çünki qruplar var, elə insanlar var ki, onların bir ədəbi keçmişi var, yüzlərlə kitab oxuyublar, artıq onlar klassikanı oxumaqdan da köhnə dövrlərə qayıdıblar. Elə insanlar var, heç oxumurlar, çünki onlara ümumiyyətlə bu şeylər çox yad gəlir. Mən istəyirdim ki, hər iki düşərgəni necəsə barışdıra bilim. Yəni hər ikisi də bir kitabı oxuyanda o mətndə özlərinə lazım olan bir şeyi götürə bilsinlər. Birincisi, o heç oxumayan kütlə qorxmasın. Çünki cəmiyyətdə hal-hazırda prinsipial olaraq düşünsək, daha praqmatikdirlər. Onlar o Don Kixotun əgər nəzərə alsaq, yanındakı köməkçi kimidirlər. Yəni mən də gedərəm, amma mənə bir torpaq sahəsi düşəcəksə gedim. Yəni kitab mənə bir şey verəcəksə oxuyum, verməyəcəksə artıq o kitab mənə lazım olmaya da bilər düşüncəsi iləndirlər. Digər insanlar biraz daha idealistik, romantik, biraz daha dərindirlər deyə çox çətin idi o ortaq məxrəci tapmaq. İndiki cəmiyyətdə isə vəziyyət odur ki, yeganə mənbə kimi ChatGPT-ni görürlər, süni zəkadır və o demək olar ki, Google-a da çıxardıb bu dialoqdan və son illərdə heç kim axtarış eləmir. Və burada bir dənə çox qorxulu bir məsələ var. Oxuyanlar bilir ki, onlar müxtəlif perspektivləri görə bilərlər. Amma süni zəkanın, ChatGPT-nin təsirinə məruz qalmış cəmiyyət sadəcə bir yerdən götürür məlumatı, bir mənbədən götürür. Bu ilk mərhələlərdə yaxşı səslənir, sadə, effektiv səslənir, amma sonra o bir mənbə istədiyi kimi təhrif də eləyə bilər o məlumatı, verməyə də bilər, limitləyə də bilər. Ona görə müxtəlif fikirlərə hər zaman açıq olmaq və onlardan bəhrələnmək çox vacibdir. Bir dövr var idi, bu dediyinizə əsasən əlavə eləmək istəyirəm. Bir dövr var idi, qeyd olunurdu ki, Google-dakı axtarışlardan əldə etdiyiniz mənbələr heç də o demək deyil ki, onlar tam mötəbər mənbələrdirlər. İndi elə bir dövrə gəlmişik ki, süni intellektin müxtəlif əplər ola bilər də, bunların adları. Onları deyirik ki, həmin o süni intellekt applicationları, həmin o proqramlar mötəbər mənbə deyil. Artıq Google belə burada deyirik ki, daha etibarlı ola bilər, nəinki onlar. Bütün bunların fonunda kitab öz informasiya və yaxud da ki, bir mənbə rolunda mötəbərliyini qoruya bilirmi? Mən belə deyərdim ki, yenə də o əsrlər öncəsinə qayıtsaq belə kütləvi bir proses olmayıb kitab oxumaq. Yəni sadəcə bu gün əhali daha çoxdur və bizə elə gəlir ki, Tolstoyun dövründə də, yəni Rusiyanın yarısı onu oxuyub, elə deyil. Yəni onu ən yaxşı halda 1000 nəfər oxuyub. Dostoyevski də eyni. Yəni biraz uzağa getsəz 10 min nəfər adam oxuyub onu öz dövründə. Və ümumiyyətlə çevrələr və mühitlərdən çox şey asılıdır. Yəni ədəbi mühitlər deyilən bir şey var. O mühitlər yazıçıları da yaradır, oxucuları da yaradır. Məsələn, bizdə çatışmayan məqam indi odur. Hətta indi bu naşirlik dünyasında da, kitab dünyasında da biznes sanki biraz daha belə ağır, tərəzidə ağırdır. Yəni elə bir şey çıxaraq ki, satsın deyil də, əsas məsələ elə bir şey çıxaraq ki, insan bir nəsə özü ilə bağlı kəşf eləyə bilsin, bir düşüncələrində bir üfüq aça bilək. Məsələsi artıq nə 3-cü, nə 4, ümumiyyətlə planda yoxdur. Düşünülür ki, bunu çıxarmaq bizə əl verəcək yoxsa yox. Ona görə mən kitablarımı çıxarmadan öncə araşdırma eləmişdim bazarda. Görmüşdüm ki, ənənəvi olan getmək mənə kateqorik olaraq uyğun deyil. Ənənəvi yol dediyimiz hansıdır? Ənənəvi odur ki, sən özün öz resurslarınla çıxarırsan ya da nəşriyyat evinə verirsən, onlar çıxarır və sonra gözləyirsən. Mən necə elədim? Yarısını pulsuz şəkildə, sosial medianın yaxşı vaxtında verdim insanlara. Kvanın birinci 65 səhifəsini sadəcə pulsuz şəkildə oxuyub tanıyıblar. Sonra ikinci hissəsini məndən tələb ediblər, ona əsasən yazmışam.
Marağı oyatmısınız. Yəni və bununla da elə bir standart qoyulub və hər kitabda mən bunu eləmişəm. Crowdfunding prinsipi ilə. Oradan o loyal oxucu kütləsi də yaranıb, onlarla işlər də görmüşük. Həmin oxucular nəşriyyat evlərinin eləmədiyi şeyləri eləyib mənim üçün, hansı ki Türkiyədə kitabın çap edilməsi bu çox böyük bir addım idi. Bunu oxuculardan biri eləyib. Yəni Eskişəhərə gedib orada Ankaradakı bir yayın evinin rəhbərinin həyat yoldaşı ilə danışıb, kitabları ona verib. Yəni bu icma və cəmiyyəti yaratmaq. Çünki cəmiyyət belə baxsaq, bəli, hər zaman problemlərdən danışır. Kitab işindəki insanlar da kitabla bağlı problemlərdən danışır, amma mən özüm ədəbiyyatı oxumuş, bitirmiş biri kimi tərcümələrin keyfiyyətsizliyindən gileylənə də bilərəm ya da Azərbaycan dilində nəsə yazmağa çalışa da bilərəm. Bu arada təhsiliniz hansı istiqamət üzrə? Ədəbiyyat, ingilis dili ədəbiyyatıdır. Yəni həm filologiya, həm də pedaqogikasını oxumuşam. Orada həmişə məsələn tərcümələri oxuyanda 2-ci, 3-cü səhifədən sonra sıxılırdım. Gileylənəndən sonra düşündüm ki, sən özün elə bir şey yaz, sonra bir gileylən. Bəyənmirsənsə təklif et. Yəni o prinsip işlədi və onu eləməyə başladım və oxucuların rolu çox böyükdür və onlar bu prosesdə hiss olunur ki, həm acıdılar, həm də ki dəyər də qatmaq istəyirlər. Yəni onlar da yazıçının yanında olmaq istəyirlər. Düzgün bir mühit yaradılsa. Bu arada sizin biznes sahəsində təlimləriniz də var. Ki mütəmadi olaraq bununla bağlı paylaşımlarınızı da görürük. Amma mənə maraqlıdır, Azərbaycanda kitab sənayesi ciddi biznesə çevrilə bilərmi? Məsələn, bir yazıçı üçün bir kitabı nəşr edib, bestsellerə çevrilən bir kitabdan arzuladığı, istədiyi gəliri əldə edə bilərmi? Orada yenə baxın, o etik seçimlər söhbəti var. Azərbaycan üçün əgər sən yaxşı və kütləvi bir şey eləmək istəyirsənsə, detektiv yazmalısan. Belə bir məsələ var. Detektiv də məişətdən uzağa getməməlidir. Ya da sən risk eləməlisən, uzun müddət özünün bir yolunu çizməlisən və o yola insanları gətirə bilməlisən. Çünki mənim üçün çox sevdiyim bir şey odur ki, yenə deyirəm də, siz oturub kütləvi fikirləşsəniz ki, ən maraqlı şeylər olaraq nə yazım, insan psixologiyasını aldatmaq, ona təsir eləmək elə də çətin deyil. Yəni bugün sosial media bunun ən gözəl göstəricisidir. Manipulyasiya etmək. Onu çox rahat bacara bilərsiniz. Amma nəticədə yazıcı olan insanın özünün dəyərlər sistemi var və onun üçün vacib olan və olmayan məsələlər var. Ona görə də kitablarımın bir qismini kütləvi saxlayıb, bir qismini kütləvi olmayan şəkildə çap eləmək mənim üçün həmin o manifest idi ki, onu elədim. Və bu arada da kommersiya olaraq düşünsək, yollar həmişə var. Yəni şərt deyil siz 7.000, 10.000 kitabı çap elətdirəsiniz. Siz 200-300 kitabı da çap elətdirib eyni dəyəri qazana bilərsiniz. Yəni biznes düşünəndə, kreativliyi düşünəndə Amerikan məktəbinə müraciət eləmək lazımdır. Orada çox yaxşı nümunələr və təcrübələr var. Oxucularla bağlı, kütlələrlə bağlı çox vacib kitablar var. Yəni sənin deyir ki, 1000 izləyicin varsa, sən istədiyin məbləği qazana bilərsən. Bu dediklərinizdən yola çıxaraq bir sual da vermək istəyirəm. Yəni siz deyirsiniz ki, yəni mənim gəldiyim nəticəyə əsasən bunu deyəcəm. Bir kitab nəşr olunursa, buna müəyyən mənada bir biznes planının bir hissəsi kimi də baxmaq olar. Ki orada sayı əsasən qeyd elədiniz və paralel olaraq oradan gəlir də əldə etmək olur. Sadəcə bunu doğru, dürüst üsulla nəşr etmək lazımdır və auditoriyanı da doğru hesablamaq lazımdır. Yəni mən belə baxıram ki, sizdə indi bu verilişə qulaq asan və yazaraq qazanmağa çalışan insanlar, mən deyim ki, ilk növbədə yazaraq uduzmamağa, yəni ziyana düşməməyə çalışın. Yəni neytralda qalın. Bu biraz sizdə alınsın. Ondan sonra bir vaxt keçəcək. Mən indi deyirəm, Kvanın 10 illiyidir. Son 2 ildə elə hadisələr baş verib, elə çevrələr, elə mühitlərə dəvət olunursan, dialoqların içində olursan, şirkətlərdən toplu sifarişlər olur və digər məsələlər. Orada sadəcə həmin o quraqlıq dövrünü gözləyə bilmək vacibdir. Bir də ki, prosesdən həzz almaqdır. Mən Kvanı yazanda da deyirdim ki, həyatımın bütün dövrlərində yazmışam. Yəni xoşbəxt olanda da, olmayanda da, mən qazanmaq üçün də, qazanmamaq üçün də hər halda yazırsan. Çünki bu sənin izah eləmədiyin, amma sənə məxsus olan bir fəaliyyətindir. Kitabınızın sırf sizin şəxsi, yəni karyeranız sarıdan deyirəm, müsbət geri dönüşlərini belə başa düşdüm ki, təqribən 7-8 ildən sonra görmüsünüz. Mən biraz bəxtim o məndə gətirib ki, mən gözləmədiyim proseslər baş verdi. Mən düşünürdüm ki, birinci kitabı yazaram, alınmaz. Amma düzdür, orada alınmaması üçün o ənənəvi yolu eləməli idim. Onda biraz çətin olardı. Sosial media mənə icazə vermədi. Test eləməyə imkan yaratdı. Yəni alındı, amma gözlədiyimdən biraz sürətli alındı. 3 ildən sonra duraqlıq dövrü yaşadım. Çünki nəşriyyat evlərinə şans verməyə çalışdım ki, bəs bəlkə ənənəvi yolla gedə. Gördüm yox. Yəni orada hələ proses deyil, yoxdur. Və korporativ dünyada onsuz da mən belə deyək də, yazıcı kimi bir profiləm, bir də təlimçi kimi təmiz ayrı bir profiləm. Kvanı oxuyub məni tanıyan insanlar da var və ümumiyyətlə görməyən insanlar da var ki, oxuyublar, kitabı tanıyırlar. Çalışan bu şey pozulmasın, bu balans pozulmasın. Və mənim gördüyüm məsələ oldu ki, Kvan ya da başqa kitablarımda
düşündüyümdən biraz daha yaxşı getdi proses. Amma hazır idim. Pis keçsəydi də hazır idim ki, onsuz da o statistikalar var, reallıq var və araşdırsanız ədəbiyyat dünyasında nə qədər insan var ki, onlar elə ancaq yox eşidirlər, alınmır, nəşriyyatlar onları qəbul eləmir, istədikləri kimi getmir proseslər. Çünki onlar lazım olmayan bir çox başqa şey düşünürlər. Biraz da o da var. O indi sizin dediyiniz kimi. Bir hədəfə fokuslanmada burada Bəli, demək ki, bəli, önəmlidir. Coşqun bəy, mən istərdim ki, sizin təlimçi tərəfinizə də bir balaca toxunaq. Kimlərlə işləyirsiniz? Daha doğrusu ad olaraq yox, yəni fərdi, yoxsa komanda şəklində təlimləriniz olur? Korporativ keçmişdən gəlirəm. Kvanda qısaca bu haqda qeyd eləmişəm. Telekom şirkətlərindən birinin təlim komandasına başlamışam. Düzdür, sonra artıq startap həyatım olduğuna görə oradan çıxdım deyə. Bu xaricdə beynəlxalq tədbirlərdə çıxış etmə təcrübəm çox olduğuna görə tez-tez məndən bunu tələb edirdilər və rəhbər vəzifədə olan şəxslərin çıxışlarına kömək eləməyə başlamışam uzun müddət Azərbaycan və ingilis dilində. Sonra da onlarla bu ünsiyyət və münasibət yarandığına görə istər-istəməz onlar eyni prosesi komandalarında da eləməyimi istəyiblər və əsasən də komanda daxili bu komanda quruculuğu, liderliklə bağlı, ünsiyyət bacarığı ilə bağlı korporativ təlimlər vermişəm. Yəni 10 ildən çoxdur bu proses baş verir və müxtəlif instansiyalar, özəl dövlət təşkilatları ilə işləmişəm. Yəni İndiki təlimlərinizdə məhz sizin kitablarınızın Coşqun Kərimovu tanıtması, yoxsa Coşqun Kərimovun kitablarını tanıtması? Bu prosesi müqayisə etsək hansı daha öndə? Birinci mən təlimçi kimi gəlmişəm bu sektorda daha öncə olmuşam. Kitablar 16-cı ildən etibarən. Yəni mən onsuz da yazırdım özüm üçün. Amma 16-dan sonra artıq bu cəhd rəsmiləşdirilib. Amma təlim ondan hardasa bir 4-5 il əvvəl artıq başlamışdı. Amma heç olmayıb ki, kitabınızı oxusunlar, sonradan sizi tanısınlar. Bəli, kitab və videolara görə, əsas da çıxışlara görə olur. Müxtəlif o tədbirlərdə, çıxışlarda dəvət edilirsən, orada nəsə danışırsan, səni tapırlar. Bu olur. Amma orada biraz da belə mənim çox sevdiyim dədə-baba rekomendasiya məsələsi var. Yəni kimsə deyir ki, hansısa bir müəssisədən sizi tövsiyə ediblər. Yəni əsasən odur ki, o çox təsir edir işlərə. Bu gün bizim müəlliflərin bir də tənqidlərə reaksiya məsələsi var. Sizə məhz kitablarınıza görə hansı iradlar, hansı tənqidlər gəlib? Bununla bağlı istərdim. Ümumiyyətlə həmin o tənqidlərin obyektivliyini necə qiymətləndirmisiniz? Mən əslində bu 10 illiklə bağlı bunu qeyd eləmək üçün bir rəyi özümdə saxlamışam. Hansı ki, tənqiddən daha çox bizdə o gəlirdi qərəz məsələsinə. Çünki ədəbiyyatı oxuyan insanlar kitabı tənqid eləmək üçün əvvələn oxumaq lazımdır. Bizdə yerli müəlliflərə qarşı qərəz var ki, bu adam nə yazacaq? Yəni belə bir şey var ki, mən özümdə də o qərəzi yaşamışam başqa bizim yerli müəlliflərə qarşı. Ona görə bir şey deyə bilmirəm. Və o qərəzi dağıda bilməyin özü böyük bir vaxt və enerji tələb edirdi ki, ona nail oldum. Bu çox sevindiricidir. Tənqidlər olur, daha çox bölünən qrupların hərəsinin özünün niyyəti var da. Yəni onlar kitabdan nə əldə eləmək istəyirsə, digər məsələlərə çox da belə birinci dərəcəli baxmırlar. Biznes yönümlü kitabda kimsə bədii, ədəbi elementləri çox da istəmir. Bədii əsərdə də kimsə çox belə praqmatik məsləhətləri, aspirini at, başın keçsin kimi bir şeyləri eləmək istəmir. Mən yenə də deyirəm də bu cəhdlərdir və onları yoxlayanda istər-istəməz qruplardan birinin xəttinə dəyirsən. Bir də mənə əsasən o dediyim kimi də adların mürəkkəbliyi ilə bağlı. Niyə bu ad, niyə bu mənası nədir? Yəqin Kvan adına bizə niyə? Kvandan sonra biraz mən ən gülməli bir eram Ubuntu kitabı ilə bağlı idi. Çünki o ki var, kompüter mühəndisi yazmışdı ki, bu bəs bizə kömək eləyəcək sertifikasiyanı almağa. Mən demişdim ki, bu heç sizin düşündüyünüz məsələ deyil. Əslində özləri araşdıranda görəcəkdilər ki, yox da bu Afrikanların özlərində belə bir şey var. Və onların bir düşüncə tərzidir ki, hamını xoşbəxt eləməyi düşünməlisən ki, özün də nəticədə xoşbəxt olasan. Yəni icma xoşbəxtdirsə, sən də bir fərd kimi bir xoşbəxtlik yaşaya bilərsən. Ubuntu'nun məğzi o idi. Hətta biri bir dəfə yazanda dedim ki, bu kompüter kursu ilə bağlı bir kitab deyil. Dedi, yox, bilirəm, darıxmayın. Öncədən yəni sifariş eləmişəm, oxumuşam falan bəsməkan. Tənqidlər əsasən bu istiqamətdədir, qərəzlə bağlıdır. Yəni mənim gördüyüm ilk növbədə budur. Sonra da ola bilər ki, onların öyrəşdiyi bir dəstixət var. Kimsə bir kitab silsilədə oxuyur, bir müəllif oxuyur və istəyir ki, dünyada hər kəs o istiqamətdə getsin. Yeni və fərqli bir şey biraz çəkindirə bilər insanları. Coşqun bəy, danış görək kitabınızda 3 muşketyor amili var. 3M amilinə. İstərdim ki, səlis natiqlikdə, ümumiyyətlə səlis nitqdə bu 3M-i bizə izah edəsiniz. 3 muşketyor barədə danışırsınız. Təqribən 2 dəqiqədə vaxtımız var. 3 muşketyorun məğzi odur ki, bir çox insanın ümumiyyətlə ən böyük problemi odur ki, o çıxışının yaxşı olacağını dəyərləndirə bilmir öncədən. Hansı nəticə əldə etməyə çalışır, onu da bilmir və çox xaotik alınır. Və ilk saniyələrdəki o həyəcanın şübhəsi əlbəttə ki, ona da təsir eləyir. Muşketyor ona görə kömək eləyir ki, sən başa düşürsən ki, yaxşı, məndən öncə bu işi görən insanlar nə eləyiblər ki, onlarda heç olmasa çıxış təsirli şəkildə başlayıb.
Və burada özünü sübut eləyən illərlə yoxlanılmış 3 məqam var. Biri sual soruşmaqdır. Bu ən praktiki üsuldur. Siz sual soruşaraq auditoriya ilə aranızda düzgün və sürətli bir münasibət qura bilirsiniz. İkincisi maraqlı bir fakt paylaşmaqdır ki, onlara wow dedizdirsin ki, insan bunu mən bilmirdim, gedib evdə müzakirə eləyərəm desin. Və ən sonunda da hekayə danışa bilməkdir. O ən ağırlısıdır, çünki illəriniz gedəcəkdir. Yaxşı hekayəni danışa bilmək üçün siz illər gərək sərf eləyəsiniz. Buradan da gəlirik kitab məsələlərinə. Əlbəttə ki, siz gərək dünyada müxtəlif hekayələri, mədəniyyətləri tanıyasınız ki, ümumi böyük şəkli görə biləsiniz. 3M ona görə vacibdir. Buna görədir. Təşəkkür edirik Coşqun bəy sizə. Minnətdarıq. Dalğanın kitab klubundayıq və qonağımız Natiqlik üzrə təlimçi yazıçı Coşqun Kərimov oldu və artıq biz ilk efirimizin sonuna doğru gedirik. Sonda bir neçə saniyəni istərdim bilirsiniz nəyə dəyərləndirək. Bizi dinləyənlərə 3 kitab tövsiyə edəsiniz. Amma öz kitabınız olmamaq şərti ilə. Dinləyən insanların mən deyərdim ki, ruh hallarına daha çox dinləsinlər. Ruh halı nədirsə ona baxsınlar. Son illərdə yaradılışla bağlı və yaxud varoluşsal düşünən insanlar çoxdur və mən tövsiyə eləyərəm Irvin Yalomun kitablarına müraciət eləsinlər. Onun silsiləsi İstənilən kitabı çox yaxşıdır və Yaşamaq əsəri var, Yuhua. Onun kitabının sadəliyi və qəhrəmanın başına gələn əhvalatlar insanlara çox xoş bir təsir bağışlaya bilər. Bir də ki, Endurance ekspedisiyası var. O haqda istənilən formatda oxusalar, onların həyatına böyük bir təsir bağışlayacaq deyə düşünürəm. Təşəkkür edirəm Coşqun bəy, dəyərli vaxtınızı ayırdınız, qonağımız oldunuz. Çox sağ olun. Əziz dinləyicilər, biz Dalğanın kitab klubundaydıq. Hər həftənin cümə günü saat 15-dən 16-ya qədər sizinlə görüşəcəyik. Gələn həftə görüşmək ümidi ilə hələlik deyirik.